Ağdaşda bədbəxt hadisə baş verib. Hadisə rayonun Dəhnəxəlil kəndində qeydə alınıb. Belə ki, 63 yaşlı kənd sakini Mustafayev Gündüz Kirəli oğlu yaşadığı evin yaxınlığından axan arxda suyun qarşısını açmaq istəyərkən müvazinətini itirib. Bu zaman üzü üstə suya yıxılan Gündüz Mustafayev köməksiz qalıb və dünyasını dəyişib. Mərhumun yaxınları hadisədən gec xəbər tutublar və onun cansız bədəni su arxından çıxarılıb. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib. Hadisə elə bir şey oldu da, səhər-səhər gəlib su açmağa məhəlləsinə. Həm sən doldurur, məhəllədə hovuzu var, soğan sən doldurur. Bir də ağacları sulamaq üçün, bax. Gəlib əyilib açanda deyib, yıxılıb, ürəyə tutub, ürək şey oldu, problem oldu, nə olub, Beyqəfil ürəyə gəlib yıxılıb. O elə bir səhər-səhər çıxıb, öydən ki, geçsin suyun ağzını açsın ki, su gəlsə məhəlləyə su gəlsin. Arxda da elə su olmayıbdır. Yüngül su olub. Arxın ağzını açmaq istəyəndə elə əyilib açanda ürəyi tutub elə düşübdü ora. Hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır. Aqil Əsədov, Yusif Əliyev bugün informasiya proqramı üçün.